Cəmi neçə rol oynamışam? Deyəsən 200. Bəlkə də daha çox. İndi deyirlər güya qocalmışam. Qoca surətlər oynayıram. Aman aman içində, xəlbir saman içində, dəvə dəlləkli yeylər, köhnə hamam içində. Çərənləmə kişi! Deyirəm kimsən, buralarda nə gəzirsən? Kim olduğumu neyirsən ağrın alır. Heç özüm bilirəm ki, mən kiməm. O, canlandırdığı bu obrazın peşmanlığını çəkib ağlayırmış. Tamaşaçılar ona təhqir dolu məktublar yazırmış. Azərbaycan kinosunun kələntər dayısı, SSR xalq artisti İsmail Osmanlı. 11 aprel 1902-ci ildə Şəkidə çox kasıb ailədə anadan olub. 11 yaşı olarkən atası Osman vəfat edir. Kasıblığı səbəbilə mükəmməl təhsil ala bilməyən İsmail, Şəki ipək fabrikində dabbaqxanada ağır işlərlə çalışır. Hələ gəncliyindən Şəki lətifələri söyləyib, insanları güldürür və səhnəyə can atırdı. Öz başıma bu bədbəxtin nüfunətinə oturmamışam. Məni göndəriblər, gəlmişəm. Mənə dedilər ki, ged ot orada. Yaraqlı, yasaqlı pəhlivanlar gələcək. Onları görən kimi qalx ayağa, baş əy qabaqlarında, de ki, Peykanlıda Kamsamol adı gələndə, ölülər qəbirdə xortlayıb çıxırlar. A kişi, səni göndərən kimdir? Gərək bəy. Bu yazığın günahı nədir? Bu rəhmətlik də Çalpaba Kərəmin adamlarından. 1920-ci ildə Şəkidəki Fəhlə Kəndli Klubunun dram dərnəyində çıxış etməyə başlayır. Sonralar həmin illəri belə xatırlayırdı. Cavanlıqda həmişə darıxırdım, həmişə narahat idim. Mənə təsəlli verən bir iş axtarırdım. Şəki klubunun qabağından keçirdim, gördüm çalıb oynayırlar. Mahmud adlı oğlan var idi, məni apardı kluba. Möhsün Sənaninin Şəkiyə qastrola gəlməsi, İsmailin onunla görüşüb Azərbaycanın rayonlarına birlikdə qastrola getməsi sənətə həvəsini daha da artırır. 1922-ci ildə Gəncəyə köçür və 6 il burada Həvəskarlar Teatrunda çalışır. Sonra Tiflisdə dram teatrına dəvət alır. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunur. Teatrın səhnəsində ilk rolu Qələbə piyesindəki traktorçu Bəhram olur. Həyatının sonuna kimi dram teatrında işləyir. İsmail Osmanlı teatrın səhnəsində vacib rolların ifaçısına çevrilir. Sadə, istiqanlı və gənclərə dəstək verən aktyora kinostudiyada hamı İsmail dayı deyə müraciət edirdi. Filmlərdə də ən yadda qalan obrazların yaradıcısı olur. Kəndlilər, o olmasın bu olsun. Acaba o kimdir ki, mən Rıza bəyi təhqir etsin? Mənim kimi söz və qələm ustasını. Yenilməz batalyon. Hə? Mən bilən siz vilayət nəşəniyin qızına hər gün dərs verirsiniz. Torpaq, dəniz, od, səma. Baba, bəs sən öləcəksən? Hə, mən öləcəm, öləcəyəm. Bəs deyirsən elə şey tapacaqlar ki, adamlar ölməsin. Ona mənim yaşım çatmaz. Dəli kür. Niyə qavursan? Qonaq, bəlkə sən tələsmirsən, ancaq mən özümü evə tez çatdırmalıyam. Bugün bayram axşamıdır. Bakıda küləklər əsir. Доченька, возвращайся с победой. До свидания. Poçt qutusu. Açı! Kağızları hara aparsan? Apar koy yerine. Saçmalama, bırak seni. Bırak diyorum sana. Nəsimi. Müritlərimiz yeryüzünə səpələnib elmimizi yaymaqla məşğuldular. Cemaat qiyama hazır deyil. Bəs niyə? Çalpapa Kərəm qağamı öldürdü? Niyə mənim də onun da balalarını yetim qoydu? Hə? Yüzcə girməkə taxıl üstə. Yüzcə girməkə saxlamışdıq ki, tifillər acından ölməsin. 7 oğul istərəm filmlərində müxtəlif obrazlar canlandırıb. Poçt qutusu filmində yaratdığı Avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna filmləri festivalında ən yaxşı kişi roluna görə mükafata layiq görülmüşdü. Ona ən çox məşhurluq gətirən, eyni zamanda problemlər yaradan rolu isə 7 oğul istərəm filmindəki Kələntər obrazı olur. Nə tez qabaqladın məni, Kələntər dayı? Sənin atından gəlmişəm. Hə, sən Mozurgəlinlə gəlmişəm. Demə Şəkər bəyin oğlu elçiliyə gəlinmiş, bizim də xəbərimiz yox.
filmdə Cəlal kələntərə vurmalı imiş. Ənvər Həsənov etiraz etsə də, İsmail Osmanlı onu razı salır. Həmin kadr çəkilsə də, rejissor Tofiq Tağızadə kadrı filmə salmır. Bu isə İsmail Osmanlının etirazına səbəb olur. O, kadrın çıxarılması ilə səhnənin gücünün azaldığını bildirir. Deyilənə görə filmin təqdimatında kələntərin Cəlalı güllələdiyi səhnəni izləyən tamaşaçılar aktyorun gözü qarşısında zalda ucadan kələntəri söyürlər. Bundan sonra aktyora təzyiqlər artır. Bir gün tamaşadan qayıdan zaman avtobusda qadınlar ona hücum edir. Əlin qurusun, Cəlalı Qəray bəyə necə satdın? Aktyor susur, cavab vermir. Qadınlar isə davam edirlər. Cavab ver ay kaftar, gül kimi uşağa necə qıydın? Təzyiqlər artdıqda aktyor avtobusdan enməli olur. Çal aşıq, çal. Aktyor Ənvər Həsənov isə sonralar belə xatırlayır. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqladı. Dedi, ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim bu obrazı yaratdım, küçəyə çıxa bilmirəm. Aktyora tamaşaçılardan təhqir dolu məktublar gəlməyə davam edir. Bu, bir aktyorun obrazı necə canlı yaratdığının, tamaşaçıların onu necə həqiqət kimi qəbul etdiyinin ən acı nümunələrindən biri idi. Baxtiyarın dəstəsi gündən-günə artır. Peykənli cəmaatı bir-birə çıxdı. Bəyin üzünə ağ oldu. Bəlkə bir iki gündür gözləyək. O deyək, bu gün səhər alaqaranlıqdan yenə arata çıxdılar. İndi peykənliyə inmək olmaz. Elə bilirsən, qorxurlar. Xeyrə ki, dahi qorxmurlar. Bəy, dərdin anı. Oturmuşsan burada, kənddə xəbərin yoxdur. Sənin tövləyi eləyiblər mütrifxana. İsmail Osmanlı 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 1949-cu ildə xalq artisti, 1974-cü ildə isə SSR xalq artisti fəxri adları ilə təltif olunub. Bir yol gecə yarısı menşeviklər evimizə baskın elədi. Mənə 6 güllə atdılar. Yaralandım. İsmail Osmanlının teatrda son işi Nodar Dumbadze'nin Darıxma ana piyesindəki Isidor Çakeli obrazı olub. Böyük sənətkar 22 iyun 1978-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan kinosunda isə o, həmişə bir adla xatırlanacaq. Kələntər dayı. Aman içində, qəlbin saman içində. Kanala abunə olun, videonu bəyənməyi və paylaşmağı unutmayın. Azərbaycanın kino tarixindən belə maraqlı hekayələri və pərdə arxası faktları öyrənmək üçün kanalı izləməyə davam edin.